Əziz müəllimlər və şagirdlər, hər birinizi xoş gördük. Bugün sizlərlə 11-ci sinif dərsindən 8-ci mövzu olan maqnit seli, elektromaqnit induksiya hadisəsi ilə tanış olmuş olacağıq. İlk öncə 9-cu sinif dərslərindən qısa bir xatırlatmalar eləyək. Deməli, Faradayin apardığı təcrübələrdən söhbət gedir. Faraday apardığı təcribələr əsasən 1831-ci ildə müəyyən etdi ki, maqnit sahəsinin dəyişməsi qapalı keçirici konturda elektrik cərəyanını yaradır. Və qapalı keçirici konturda maqnit sahəsinin dəyişməsi ilə elektrik cərəyanının yaranması elektromaqnit induksiya hadisəsi, yaranan cərəyan isə induksiya cərəyanı adlanmış olur. Dəyişən maqnit sahəsi həmişə ətraf fəzada mütləq şəkildə burulğanlı elektrik sahəsinin yaranması ilə müşahidə olunur. Məhz burulğanlı elektrik sahəsi elektrostatik sahədən kəskin fərqləri nələrdir? Bunlar düşə bilər. Diqqətli olun mütləq şəkildə bu hissələrdə. Deməli, elektrostatik sahə sükunətdə olan elektrik yüküdür. Burulğanlı elektrik sahəsi isə dəyişən maqnit sahəsi yaradır. Elektrostatik sahənin intensivlik xətləri müsbət yükdən başlayır, mənfi yükdə qurtarır və bu xətlər açıqdır. Burulğanlı elektrik sahəsinin intensivlik xətləri nə başlanğıcı yoxdur, nə də ki sonu yoxdur və maqnit induksiya xətləri kimi mütləq şəkildə qapalı olmuş olacaqdır. Belə ki, 1833-cü ildə Lensin verdiyi qaydaya əsasən induksiya cərəyanının istiqamətini təyin edən ümumi qayda Lens qaydasını müəyyənləşdirdi. Deməli, induksiya cərəyanı elə istiqamətdə yönəlir ki, onun yaratdığı maqnit sahəsi bu cərəyanı yaradan xarici maqnit sahəsinin ixtiyari dəyişməsinə mane olsun. Baxın, məsələn, əgər xarici maqnit sahəsi güclənirsə, induksiya cərəyanı maqnit sahəsi onu dəyişməsini zəiflətmiş olacaqdır və bu zaman induksiya cərəyanı maqnit induksiya xarici maqnit sahəsinin induksiyasının əksinə doğru yönəlmiş olacaq. Yəni, əgər güclənirsə, güclənməyinə icazə vermir, zəifləyirsə, zəifləməyinə də icazə verməyərək artmasına, yəni bir növ səbəb olmuş olur. Burada şəkil 1-də diqqət eləsək, güclü maqnit sahəsini neynir? Azaltmağa çalışır onun əksinə doğru yönələrək. 2-də isə əksinə azalırsa, onunla eyni istiqamətdə yönələrək azalmağına icazə verilir. Davam edirəm. Motivasiya hissəmizlə təbiətin qoynunda turist gəzintisindəsiniz. Dostunuza zəng etmək istərsiniz, lakin telefon enerjisi qurtarıb. Yaxınlıqda cərəyan mənbəyi olmadığından adapter artıq gəlirsiz bir əşyaya çevrilibdir. Lakin sizdə hər bir turistə vacib olan dinamo maşını var. Həmin telefon akkumulyatorunu dinamo maşının dəstəyinə qoşub bir neçə dəqiqə fırlatmaq kifayətdir ki, o yenidən yüklənmiş olsun. Həmin bu dinamo maşının iş prinsipi də məhz elektromaqnit induksiya hadisəsinə əsaslanmış olacaqdır. Buna aid 11-ci sinif testindən də suallarımız var. Onları da yükləmişəm sizlər üçün. Daxil olub oradakı sualları da işləyərək təkrarlamış ola bilərsiniz. Burada araşdırma 1-də belə ki, sarğacın içərisinə maqniti yerləşdirdikdə, daxil etdikdə və çıxardıqda amperdəki cərəyan şiddətinin olduğunu göstərir. Amma onun içərisində nə qədər fırladaq və ya sükunətdə saxlayaq, bu zaman amperdə göstəriş dəyişməyəcəkdir. İndi isə davam edirəm müəllimlər maqnit seli ilə. Deməli, bir cins maqnit sahəsində qapalı kontur yerləşdirilərsə, bu konturun hüdudlandırdığı səthin S sahəsindən müəyyən sayda maqnit induksiya xətləri keçmiş olacaqdır. Şəkildə göstərilib keçici bir konturdur və yaxud biz buna çərçivə də deyə bilərik və ya ki, buradan müəyyən B maqnit induksiya xətləri keçirilir və həmin induksiya xətlərinin sayı ilə mütənasib olan kəmiyyətimiz maqnit induksiya seli və yaxud maqnit seli adlanmış olacaqdır. Adətən maqnit seli daha dilə yatımlı olan bir ifadədir. Belə ki, maqnit induksiya seli və yaxud maqnit seli Fi hərfi ilə işarə olunmuş olur. Fi bərabərdir BS kosinus alfa. Kosinus alfa B ilə S arasında olan bir bucaqdır. B maqnit induksiyasıdır. S isə keçirici konturun və yaxud çərçivənin sahəsini ifadə etmiş olacaqdır. Kosinus da yenə bilirik ki, 90 dərəcə olduqdan mütləq şəkildə 0 qiymətini almış olur. Bir sözlə deyə bilərik ki, B maqnit induksiya skalyar kəmiyyət olub.
yəni maqnit seli daha doğrusu skalyer cəmiyyət olub, mənfi, müsbət və həmçinin sıfıra bərabər ola bilər. Əgər induksiya vektoru ilə, yəni B ilə konturun normalı arasındakı bucaq iti bucaqdırsa, bu zaman maqnit seli müsbət, kör bucaqdırsa mənfi olmuş olacaqdır. Əgər induksiya vektoru səthə perpendikulyardırsa, yəni səthin normalına paraleldirsə, n-dən, bu zaman 0 dərəcə olduqda kosinus ən böyük qiymətini 1 qiymətini almış olur və bu zamanda maqnit seli maksimal qiymətinə çatmış olacaqdır. Məsələn, ola bilər ki, bizə bucaq olaraq konturun normali ilə B maqnit induksiyası arasında deyil də, məhz sahə ilə olan, yəni S ilə olan bucaq soruşularsa, bu zaman biz onu beta ilə ifadə edirik. Bu zaman beta bərabərdir 90 minus alfa şəklində qeyd edə bilərik. Təkrar edirəm, sualı diqqətlə oxuyun. Əgər N ilə B maqnit induksiya vektoru arasında bucaqdırsa, bəli, bu alfadır. Əgər S-lə olandırsa, artıq bu betanı vermiş olacaqdır. Təkrar edirik, dedik, əgər kosinus 0 dərəcədirsə, bu zaman 1 qiymətini alır və maqnit seli maksimal qiymətini almış olacaqdır. Əgər induksiya vektoru səthə paraleldirsə, bu zaman səthin normalına perpendikulyardırsa, 90 dərəcə olduqda kosinus 90 dərəcədə 0 olur və bu zamanda maqnit seli 0-a bərabər olmuş olacaqdır. Burada sizinlə maqnit induksiya selinin BSD vahidi Weber deyə qeyd olunubdur və BSD vahid olaraq biz Teslanın açılışı üçün Newton bölünsün, amper vurulsun metr kvadrat şəklində qeyd etsək, metr kvadrat ilə metrin biri gedəndə bizə qalmış olacaqdır. Newton vurulsun metr bölünsün amper şəklində qeyd edə bilərik və yaxud biz burada Newton yerinə kiloqram vurulsun metr bölünsün saniyə kvadrat şəklində də qeyd eləmək mümkündür. Və əsas vahid olaraq 1 Weber və yaxud 1 Tesla vurulsun metr kvadrat şəklində ən çox suallarda rast gələ bilərsiniz. 1 Weber induksiyası 1 Tesla olan maqnit sahəsinin induksiya xəttlərinə perpendikulyar yerləşdirilən 1 kvadrat metr səthdən keçən maqnit selini ifadə etmiş olacaqdır. Davam edirəm elektromaqnit induksiya hadisəsi ilə. Bunu əslində biz 9-cu sinif dərsliyində tanış olmuşuq. İndi 11-ci sinif dərsliyi də biraz daha təkmilləşdirilmiş formasıdır. Belə ki, İngilis alimi Michael Faraday'in 1831-ci ildə kəşf etdiyi elektromaqnit induksiya hadisəsi elektrik və maqnit sahələrinin qarşılıqlı əlaqəsinin mövcud olduğunu göstərdi. Yəni, həm elektrik, həm də maqnit sahəsi bir-biri ilə qarşılıqlı olaraq əlaqədədir. Bilirsiniz ki, qalvanometrə birləşdirən sarğacı sabit maqnitini daxil etdikdə və çıxardıqda sarğacın konturlarında induksiya cəryanı yaranmış olur. Araşdırma 1-də bunu sizinlə müzakirə etdik. Maqnitli sarğacın daxilində sükunətdə olarsa və ya fırladılarsa artıq cəryan yaranmaz. Deməli, induksiya cəryanının yaranmasına səbəb maqnit selinin mütləq şəkildə dəyişməsidir. Keçici konturla hüdudlanmış, səthdən keçən maqnit selinin dəyişməsi nəticəsində konturda elektrik cəryanının yaranması elektromaqnit induksiya hadisəsi adlanmış olacaqdır. İnduksiya cəryanının istiqaməti maqnit selinin artması və ya azalmasından asılıdır. İndi isə gəlin görək, maqnit seli artarsa nə baş vermiş olacaqdır? Belə ki, maqnit seli artır. Bu hal mümkün ola bilər ki, maqnit kontura yaxınlaşmış olsun və maqnit kontura yaxınlaşırsa, maqnit seli artır. Konturda yaranan induksiya cəryanı özünün məxsusi maqnit sahəsi yaratmış olur. Özünə məxsus olan bir maqnit sahəsi yaradır. Və həmin sahə yaxınlaşmaqda olan maqniti itələyir. Deməli, konturda cəryan yaradan xarici maqnit sahəsinin induksiya vektoru B ilə induksiyanın yaratdığı, yəni induksiya cəryanının yaratdığı maqnit sahəsinin induksiya vektoru B = qarşı-qarşıya doğru yönəlmiş olur. Yaxşı lens qaydamız artırsa artmağına imkan vermir, azalırsa azalmağına imkan vermir. Belə ki, burada maqnit selinin artması nəticəsində artıq orada bir xarici B maqnit induksiyası özünə məxsus olan bir B maqnit sahəsi yaradır və sahənin özündə olan B maqnit induksiyası ilə əks istiqamətdə yönəldərək onu azaltmağa çalışır.
Bu zaman deyir ki, maqnit və kontur eyni qütblü maqnitlər kimi bir-birini itələyir. B-in istiqamətini bilməklə dairəvi cəryanlar üçün sağ yerli burğu qaydasını tətbiq etməklə konturda yaranan induksiya cəryanının istiqamətini asanlıqla müəyyən etmək olar. Bu zaman induksiya cəryanı saat əqrəbinin hərəkət istiqamətində yönəlmiş olacaqdır. Dairəvi cəryan üçün sağ yerli burğu qaydası bundan ibarətdir ki, baxın, əsas burada bu nöqtə verilən başlıqları bir vəsaitə və yaxud da ki, bir A4 vərəqinə, bir dəftərə qeyd edərək bunları mütləq şəkildə yanınızda saxlayın. İmtahana da gedəndə kitabı bir də hamısını əzbərləmək yerinə, yəni kitabı təkrardan bir də oxumaq yerinə deyil də, sırf həmin bu qaydaları qısa yadınıza salmaq üçün bir dəftərə qeyd etməyiniz mütləq şəkildə vacibdir. Deməli, dairəvi cəryan üçün sağ yerli burğu qaydası nədir? Burğunun dəstəyini dairəvi cəryanın istiqamətinə burduqda, burğunun irəliləmə hərəkətinin istiqaməti dairəvi cəryan daxilində maqnit sahəsinin induksiyasını göstərmiş olacaqdır. İndi isə gəlirik maqnit seli. Maqnit selinin azalması zamanı mütləq şəkildə görür, axı maqnit seli azaldı. Bu zaman həmin o xarici sahənin yaratdığı B maqnit induksiyası ki var idi. Yəni məxsusi maqnit sahəsini B ştrixlə ifadə ediblər burada. Artıq o B maqnit induksiya vektoru ilə eyni istiqamətli yönəlir, sanki bir-birlərini cəzb etmiş olurlar. Bu halda B-nin azalmağına imkan vermir, onun artmasına səbəb olmuş olacaqdır. Beləliklə, keçirici qapalı konturda yaranan induksiya cəryanı həmişə elə istiqamətdə yönəlir ki, onun məxsusi maqnit sahəsi bu cəryanın yaranmasına səbəb olan xarici maqnit selinin dəyişməsinə mane olmuş olsun. Bu induksiya cəryanını təyin etməyə imkan verən Lens qaydasıdır. Təkrar edirəm, Lens deyir, nə mənə çox yaxınlaşma, nə də ki, çox məndən uzaqlaşma. Əgər yaxınlaşırsa, onu uzaqlaşdırmağa çalışır. Əgər o ondan uzaqlaşırsa, bir növ onu özünə doğru çəkməyə çalışmış olur. Baxın, məsələn, maqnit sahəsi araşdırma 2-də induksiyasının təyinidir. Belə ki, səthinin sahəsini verib, konturun normalı 60 bucaq altında, yəni 60 dərəcəlik bucaq altında keçən maqnit selinin qiymətini verib, yenə fi bərabərdir. BS kosinus alfa ifadəsinə əsasən təyin edə bilərsiniz. Burada özünü qiymətləndirində niyə maqnit sahəsinin dəyişməsi ilə keçinci konturda yaranan cəryan induksiya cəryanı adlanmış olur. Dərsimizdə bunları xüsusi olaraq vurğulamışıq. Təkrardan onları bir daha gözdən keçirdirsiniz. Maqnit selinin artması və ya azalması ilə induksiya cəryanının konturun maqnit sahəsinin itələməsi və enerjinin saxlanması qanunu baxımından doğrudurmu? Bəli, doğru olaraq qəbul edə bilərik. Daha sonra Lens qaydasından istifadə edərək keçirici konturun maqnitlə qarşılıqlı təsirini xarakterizə edir. Əgər maqnitin cənub qütbü kontura yaxınlaşırsa, bu zaman nə baş verir? Onu uzaqlaşdırmağa çalışır. Əgər uzaqlaşırsa, yaxınlaşdırmaqla çalışmış olacaqdır. Növbəti video izahımız isə elektromaqnit induksiya hadisəsi, yəni elektromaqnit induksiya qanunu, maqnit sahəsinə hərəkət edən naqillərdə induksiya elektrik hərəkət qüvvəsi mövzu izahı ilə qarşınızda olacaq. Elə isə kanalımız sizlər üçün faydalı olursa, kanalımızı bəyənib, abunə olmağı və ən əsası da şərh bildirməyi unutmayaq. Növbəti videolarda görüşmək üzrə.